əgər valideyn zaten uşağı digər uşaqlarla, xalqın uşağı bilinci altında dəyərləndirirsə, bu zaman uşaq o qəlibdən çıxmaq istəməyəcək. Zaten çünki uşaq rol oynayır ki, valideynin sevimli evladı olsun. Və hansısa başına gələn bir problemi bəhs etmək uşaq üçün əslində valideynin artıq sevmədiyi bir uşağı olma ehtimalı deməkdir. Çünki bəlirli bir yaş aralıqları var ki, uşağın konkret bir yaddaşı və yaxud da qavraması olmur. Daha çox məcazi yönümlü bir qavramaya sahib olurlar ki, hətta onlar heç duyğularını belə ifadə edə bilmirlər. Nə hiss etdiklərini belə anlamırlar. Bu, yaşın gətirmiş olduğu normal bir gedişatdır əslində. Müəllimlər cəhətdən nəsə desəm, çox müəllim sayıları var. İbtidai sinifin üstünü nəzərdə tuturam və belə deyim də, 10 müəllim və yaxud da 5 müəllim varsa, illa uşağın orada güvən bağı qurduğu bir müəllim olur. Və uşaq bunu kimlənsə paylaşır. 90% uşaqlar üçün bunu deyirəm. Ya müəllimlə, ya şagirdlərdən kimlənsə, ya da valideynlə sağlam bir münasibət varsa paylaşa bilir. Paylaşmadıqda artıq bu hal getdikcə problem bir istiqamətdə idisə, çox istiqamətdə olmağa başlayır, daha da şiddətlənir və nəticə etibarilə ya məktəb mühitində, ya ailə mühitində bu məsələ ortaya çıxır. Yenə də həll olunur əlbəttə, amma çox qəliz hallar alır. Yəni daha da şiddətlənir də, yəni daha asan bir şey, daha mürəkkəb bir şeyə dönüşür.